Hər vaxtınız xeyirli olsun, dəyərli tamaşaçılar. Yüce Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun. Bugünkü buraxılışımızda vicdan məhfumu haqqında danışacağıq. Həmsöhbətim Azərbaycan İlahiyyat İnstitutu İnşaat Kafedrasının müdürü, fəlsəfə üzrə fəlsəfə doktoru Qasım Anar Qafarovdur. Anar müəllim, xoş gördük. Xoş gördük, Gözəl müəllim. Anar müəllim, bugün sizinlə maraqlı bir mövzunu müzakirə edirik. Vicdan məfhumu, vicdan nədir? Bunun bizim həyatımızda rolu nədən ibarətdir? Adətən insanın daxilindəki yaxşılığı və ya pisliyi bir-birindən ayıran, onu bu istiqamətlərə yönləndirən mənbələr kənardan olan mənbələrdir. İnancımızın bizə təqdim etdiyi bəzi normalar var. Ancaq bunlardan kənarda bir də daxili bir mexanizmə sahibik. Adını biz vicdan qoyuruq. Bəli. Bu vicdan bizə daxildən gələrək insanın yaxşını və pisi bir-birindən ayırması üçün öz içərisində yaratdığı bir tərəzidir, bir nizamdır. Bu mənada vicdanın çox geniş mənaları var. Bütün mədəniyyətlərdə aşağı-yuxarı buna müxtəlif mənalar verilibdir. Fəlsəfədə bunun yeri başqadır. Gündəlik həyatda bu başqa şəkildə dəyərləndirilir. Gəlin əvvəlcə buradan başlayaq. Biz hər kəsin dilində bu var, hər kəs bu məfhumla tanışdır. Amma gerçəkdə bunun mənası nədən ibarətdir? Vicdan nədir? Onun mənəvi, əxlaqi dəyərlərdən fərqləndirən və ya mənbə baxımından fərqli olmasının əsas prinsipləri nələrdən ibarət? Əslində vicdan anlayışı özü modern dövrdə, müasir dövrdə daha çox siyasi və hüquqi müstəvidə müzakirə edilən və bəhs edilən məfhumlardan biridir. Amma bu işin yəni vicdanı mahiyyət etibarilə tam əks etdirəcək bir aspekt deyil. Onu qeyd edə bilərəm bir əxlaq fəlsəfəçisi kimi. Çünki mənə desələr ki, vicdan nədir? Vicdanın bir çox tərifi var. Amma ədalətlə, özəlliklə ədalətin təməli olaraq vicdan düşünsək, vicdan necə ki, ədalət mülkün təməlidir, vicdan da əxlaqın təməlidir deyə bilərəm. İnsan heç kəsin görmədiyi bir yerdə, əgər vicdan tamamilə hüquqi bir məsələdirsə və ya vicdan tamamilə Feyerbaxın ya da Hegelin və ya John Locke'un söyləmiş olduğu kimi ictimai şuurun məhsuludursa, yəni ictimai bir mənbəyi varsa, onda necə olur ki, bu hüququ da aşan bir məsələ olur insan üçün. Yəni, çünki ictimai anlaşma ilə, deyək ki, Jean-Jacques Rousseau'nun və digərlərinin ictimai müqavilə konsepsiyaları çərçivəsində biz vicdanı oxusaq, vicdan sadəcə hüquqi bir məsələ deyil. Yəni, hüququn sövq etdiyi, insanlığı sövq etdiyi bir dərin düşüncə fəaliyyəti deyil. Ya da məcbur olduğu bir qərar vermə mexanizmi deyil vicdan. Vicdan daxildən gələn bir mexanizmdir, daxildən gələn bir iç səsdir. Biz məsələn, Təyyarə kölgəsində və vicdan susandakı məsələlərə baxdığımız zaman ya da Dostoyevskinin İdiot, yəni Axmaq adlı əsərini nəzərdən keçirsək və ya Tolstoyun İnsan nə ilə yaşar adlı əsərini gözdən keçirsək, Cummingsin məşhur Amerikalı şairlərdəndir, işte insanın daxili aləminə işıq tutan şeirlərini bir gözdən keçirsək, vicdanın burada ön plana çıxdığı və insanı sanki introspektiv bir baxışa sövq etdiyini görmüş olarıq. Nədir vicdan? Vicdanın nə olduğuna dair suala cavab verə bilmək üçün iki istiqamətdən yanaşmamız lazım. Bir, etimologiyası, yəni sözün kökü hardan gəlir? İki, anlayış olaraq vicdan nədir? Etimologiyasına baxdığımız zaman burada da yenə iki istiqaməti nəzərdə tutmamdan. Bir, yaxın şərq və uzaq şərq lüğətlərində bu necə keçir? İki, qərb dünyasında bu sözün kökü hardan qaynaqlanır? Əvvəlcə mən istəyərdim ki, şərq dünyasında başlayayım. Vicdan sözü vacədə sözündən gəlir. Ərəbcə üç sülasi feildir və tapmaq, zahiri və batini idrak mənalarına gəlir. Məsələn, Raqib Əl-İsfahanin müfrədatına baxdığımız zaman, Cəvhəriyə baxdığımız zaman, Sihahına, Firuzabadiyə baxdığımız zaman və bir çox klassik müəlliflərin lüğətlərinə nəzər salanda İbn Manzura və ya da işte Cürcaninin Tarifat adlı əsərində vicdan sözü tapmaq, zahiri və batini idrak, insanı doğrunu yanlışdan, baxın, yaxşını və pisdən ayırt edən, sadəcə doğrunu yanlışdan deyəndə burada da bir əxlaqi bir motiv var. Bəli. Bu ağlın, rasyonun, yəni nəzərdə tutduğu təcrübi elm sahələrinə aid olan doğru və yanlış anlayışı deyil. Çünki bu sadəcə ağla aid olan bir şeydir. Amma işin əxlaqi boyutu var, psixolojik boyutu var.
yaxşı və pis anlayışı ki, o bizə hansısa bir davranışlarımızı məsələn ortaya qoyduğumuz zaman, nümayiş etdirdiyimiz zaman onun peşmanlığını ya da zövqünü yaşaya biləcəyimiz haldan gedir söhbət. Və bunun üçün yaxşının nə olduğunu, pisin nə olduğunu bilməmiz lazım. Bunu bizə vicdan söyləyir. Ağıl çünki insanı manipulyasiya eləyə bilir. Və özəlliklə modern çalışmalara baxdığımız zaman biz insan beyninin özəlliklə ağılla əlaqələndirilən hissələrinin 4 təməl lobdan ibarət olduğunu görürük. Əsasən frontal lob, yəni beynimizin ön hissəsindəki lob, həm doğrunu yanlışdan, işte yaxşını pisdən ayırt edə biləcək bir qüvvə olduğu kimi bir ağıl nəzərdə tutulur burada. Eyni zamanda vicdana bəzi şeyləri manipulyasiya etdirib qəbul etdirəcək bir hissəsidir insan beyninin. Bir də vacid sözü var, vəcid sözü var. Vəcid sözü də yenə təsəvvüf ədəbiyyatımızda daha çox istifadə edilən sözdür. Vacid sözü həmçinin. Vacid sözü, vəcid sözü, məsələn, vacid sözü Allaha nisbətlə zəngin olan, heç bir şeyə ehtiyacı olmayan anlamına gəlir. İnsan nisbətlə isə zəngin edilmiş, yəni Allah tərəfindən onun dinini və haqqını tanıya bilməsi üçün zəngin edilmiş, o təchizatla donatılmış, təchiz edilmiş insan anlamına gəlir. Digər tərəfdən vəcid sözü isə insanın qeyri-iradi olaraq, qeyri-şüuri olaraq həqiqətin insan nəfsinə feyz olunmasının doğurmuş olduğu psixolojik bir haldır. Qərb mədəniyyətindəki lüğətlərə baxdığımız zaman 3 əsas dildə, Latin dilində, Yunan dilində və İngilis dilində qarşımıza çıxan 3 təməl məfhum var. Latin dilindəki consentia kəlməsi var. Con, bahəm anlamındadır, ilə anlamına gəlir. Santeia, science anlamındakı elm, bilmək anlamındadır. Bir şeylə bilmək anlamına gəlir. Yunan dilindəki sin eidesizdəki sin yenə ilə anlamına gəlir, bahəm anlamına gəlir. O da eidesisdə, yəni bir şeyi mahiyyətini anlama. Aidos mahiyyətlə əlaqədar bir şey olduğu üçün qədim Yunan'da bir şey mahiyyətini qavrama, bir şeylə qavrama anlamındadır. Və İngilis dilindəki conscience, consciousness və ya şuur anlamındakı söz də yenə vicdana müvafiq olan terminlərdir. Bunların da mənasında yenə bir şeylə bilmək anlamına gəlir. Sual olunur ki, nəyi nə ilə biləcəyik? Yəni bu bilə biləcəyimiz, bizə bir şeyin həqiqətini və mahiyyətini bilməyə kömək edən vasitə bizim daxili aləmimizdən mi gəlir, yoxsa xaricdən mi gəlir? Başqa sualla desək, başqa bir şəkildə qoysaq sualı, vicdan insanın daxili gücüdürmü, daxili mexanizmasıdırmı, yoxsa xarici təsirlər nəticəsində məndəki digər mənlərdirmi? Məyər onlar Allahın məxluqatı əvvəlcə necə yaratdığını, sonra da onları yenidən yaradacağını görmürlərmi? Həqiqətən də bu, Allah üçün asandır. De ki, yeryüzünü gəzib dolaşın və Allahın məxluqatı ilk dəfə necə yaratdığına baxın. Sonra Allah ölüləri dirildəcəkdir. Allah hər şeyə qadirdir. O, istədiyinə əzab verir, istədiyinə də rəhm edir. Siz yalnız ona qaytarılacaqsınız. Siz nə yerdə, nə də göydə ondan gizlənib yaxa qurtara bilməyəcəksiniz. Allahdan başqa sizin nə bir himayədarınız, nə də bir yardımcınız olacaq. Vicdanı insanda formalaşdıran nədir bax? Yəni siz də bu nöqtəyə gəldiniz. Mənbəyi nədir? Bu bizim daxildən gələn, yaradılışdan etibarən insanın daxilində olan bir anlayışdırmı? Yoxsa kənar müdaxilələrlə bu dəyişə bilərmi? Hər kəsin vicdanı bu mənada eynidirmi, fərqlidirmi? Dünyada bu məsələyə yanaşma bir mənalı deyil. İstər qərb dünyasında, istər şərq dünyasında. Çox vaxt belə bir təsəvvür yaranır ki, qərb dünyası tamamilə vicdan məsələsi və bu kimi məsələlərə profan dünya görüşündən və ya pozitivist dünya görüşündən çıxış edərək cəmiyyətin məhsulu kimi baxır, eyni ilə dinə baxdığı kimi. Amma halbuki belə deyil. Araşdırmalarım nəticəsində bu qənaətə gəldim. İstər qərb dünyasında, özəlliklə Euripidesin Orastes deyə bir romanı var, Dağ adamı deyə məşhur, deməli, mifologiyada məşhur olan bir əsərdir bu, Yunan mifologiyasında. İnsanın daxili aləmində, eynən klassik İslam lüğətlərində və anlayışlarında olduğu kimi, qeyd edildiyi kimi, insanın daxili aləmində yaxşını və pisi bilən, onu dərk edən, idrak edən bir gücün olduğundan bəhs olunur. Amma insan bəzən bunu biruzə vermir. Məsələn, bəzi anlarda vicdan susmaq məcburiyyətində qalır. Amma bu o demək deyil ki, həmin o vicdanı susan insan nəyinsə fərqində deyil. Bu o nəyinsə fərqində olan gücümüz bizim daxili gücümüzdür. Bu anlamda baxdığınız zaman insanın daxilindən gələn bir gücdür. Yəni vicdan əslində
Allahın həqiqətləri, əgər dini prizmadan baxdığımız zaman və ya metafizik aspektdən baxdığımız zaman insanın bilə bilməsi gərəkən həqiqətləri və dini həqiqətləri, teosentrik həqiqətləri bildirildiyi bir fondur vicdan əslində. Allah dinini bu fonda gerçəkləşdirir. Quran-Kərim Şəms surəsinin 7-ci və 10-cu ayətlərinə diqqət edək. Nə deyir? And olsun nəfsə ki, biz ona doğrunu və yanlışı ilham etdik. Və vicdan sözü əlbəttə ki, sual oluna bilər. Quran-Kərimdə vicdan varmı? Baxın, Quran-Kərimdə bəzən yanlış anlaşılır. Quran-Kərimdə vicdan söz olaraq keçməz. Amma bu vicdanın məzmununun Quranda mövcud olmadığı anlamına gəlmir. Çünki bunun alternativləri var. Uzun müddətli tədqiqatların nəticəsində belə qərara gəldim ki, yəni nəticələr onu göstərdi. Quran-Kərimdə və ümumiyyətlə qədim bizim onun üzərində inşa edilmiş olan əxlaq və fəlsəfi və təsəvvüfi mətnlərdə, kəlami mətnlərdə bunun bir çox alternativləri var. Vicdan nədir? Əvvəlcə onu bilməliyik. Vicdan doğrunu yanlışdan ayırd edən, yaxşı pisdən ayırd edən, eyni zamanda iradədir vicdan. Yəni doğru və yanlışa sövq edən bir gücdür. Üçüncü, etmiş olduğun əməllərin qarşılığında əxlaqi davranışların keyfiyyətinə görə peşman olan ya da xoşbəxt olan bir gücdür vicdan. Bunu tərif etdikdən sonra bu təriflərə, bu məzmuna uyğun gələn terminləri Quranda varmı? Var. Məsələn, ağıl, nəfs, ruh, lübb, qəlbi səlim, məsələn, nəfs-i əmmarə, nəfs-i ləvvamə, nəfs-i mütməinnə. Özəlliklə nəfs-i ləvvamə ilə nəfs-i mütməinnə anlayışları vicdanın qınayan, mühasibə edən və özünü xoşbəxt hiss edən tərəfini, psixolojik aspektini biruzə verir. Ağıl və əqli səlim və ya qəlbi səlim kimi ifadələr Qurani-Kərimdə keçən. Məsələn, Rum surəsində nə deyir? Deyir, haqqa yönələn üzünü Allahın dininə, Allahın yaratmış olduğu, üzərinə yaratmış olduğu fitrətə çevirsin. Çox maraqlı. Fitrət sözünün özü də vicdan kontekstində dəyərləndirilə biləcək bir anlayışdır. Dolayısıyla vicdan həm daxili gücümüzdür və daxildə nəyin yaxşı, nəyin pis olduğunu bizə göstərən, bizə Jean-Jacques Rousseau'nun dili ilə desək, deyir ki, cahil insanın ən ağıllı bələdçisidir əslində vicdan. Ya da Martin Heidegger çox önəmli bir söz deyir burada, hərçənd ki, işte deyirlər qərb dünyası, amma qərb dünyasında da bir mənalı deyil yanaşma. Martin Heidegger bunu çağrı, dəvət termini ilə ifadə edir ki, vicdan, yəni çağrı dediyimiz şey, hər kəsin laqqırtısından uzaq, cəmiyyətin laqqırtısından uzaq, insanın tənha, qorxunc anı olan tənha qaldığı zaman deyir, insanın deyir, varlıq imkanının müxtəlifliyinə dəvət edən tərəfdir vicdan. Bu deməkdir ki, mən bugün günahkar bir insan olaraq olmuş ola bilərəm cəmiyyətdə, bir davranış nümayiş etdirmiş ola bilərəm. Amma özümlə baş-başa qaldığım zaman, daxilimdəki mən, hansı ki, başqalarını aldadıb da özümü aldada bilməyən mənim, var olma imkanımdan başqa bir var olma imkanıma, pis adam olmağımdan yaxşı adam olmağa sövq edən bir çağırışdır, bir dəvətdir vicdan. İnsanı biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq. Sağında və solunda iki mələk oturub onun əməllərini qeydə alır. Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın. Ölüm bihuşluğu həqiqətən gələcəkdir. Ey insan! Bu sənin uzaq qaçdığın şeydir. Hay bin Yaksan'ı xatırlamaq istəyirəm. İnsanın o daxilindən gələn, onun kənardan ona təsir edəcək mexanizmlərin olmadığı bir şəraitdə o öz daxili gücü hesabına doğruluq və yaxşılıq tapmağa çalışan bir obrazdır. Və belə bir fikir yürüdür, analogiya yürüdür. Günəş hansı ağacın üzərinə düşürsə, o ağacın yarpaqları açılır, inkişaf edilir. Amma o ağacın kölgəsində qalan kiçik bitkilər günəşin təsirindən istifadə edə bilmədiklərinə görə zəif qalırlar. Belə bir analogiya aparır ki, o günəşin, o ağacın kölgəsi aşağıdakılara pis təsir edir. Deməli, burada bir yaxşılıq və pislik ortaya çıxır. Vicdan o ağacın da eyni şəkildə, o kolların da eyni şəkildə günəşlənməsini tələb edir. Bu baxımdan bu əməlin yaxşı və ya yanlış olduğunu o öz daxili mexanizmi ilə tapıb çıxartmağa çalışır. Bu mənada bəlkə də insanın o daxilində həqiqətən əlhəməhə, fucurahə və taqvahə dediyi, eyni zamanda bəzi hədislərdə Peyğəmbərimizin siz bir əməl etdiyiniz zaman daxilinizə baxın. Əgər o sizdə sevinç və rahatlıq yaradırsa,
demək ki, bu Allahın rızasına da uyğun olandır. Əgər sizdə narahatlıq yaradırsa, bu doğru davranış deyil. Bu baxımdan müasir insanın bəlkə də ən böyük problemi öz daxili dünyasını seyr etməkdən uzaq qalmağıdır. Modern insanın ən böyük travması elə rahatlığıdır. Lüks həyatdır. Biz bunu İbn Xaldunda görə bilərik. İbn Xaldunun mədəniyyətlərin çöküşü ilə bağlı konsepsiyaların təməlində də bu yatır əslində. Çox lüks yaşam tərzi, bir də baxırsınız ki, cəmiyyəti rahatlaşdırır. Yəni, zehnində hər hansı bir varoluş mücadiləsi olmayan bir insan vicdanla üzləşə bilməz. Vicdan mövcudluqla bağlı bir məsələdir. Baxın, nədir Abbas Səhhət vətən şeirində? Vətəni sevməyən insan olmaz, olsa da o şəxsdə vicdan olmaz. Demək ki, vətən sevgisi ilə, vətən sevgisi bir mövcudluq məsələsidir. Ekzistensial bir məsələdir, varoluş məsələsidir. Və bunu vicdanla əlaqələndirir. Vicdan da insanın daxili aləmdəki varoluş məsələsi. Əslində, daxili aləmimizdəki harmoniyanın fərqinə varmadan xaricdə nizamı qura bilmərik. Və vicdanın bunun üçün transendental, müqəddəs olan bəzi prinsiplərə ehtiyacı var. İnsanın ehtiyacı var. Çünki insan həqiqətdən bağını qopardığı zaman, yəni həblullah dediyimiz o şey ki var, Allahın ipindən qopduğu zaman insan yerdə nizamı bərpa edə bilməz. Ali İzzət Bəqoviçin çox gözəl bir sözü var. Göyün tələbəsi olmayan yerin müəllimi ola bilməz. Göyün tələbəsi olmaq lazım. Və bizim bütün klassik ədəbiyyatımıza baxdığımız zaman da, məsələn, az əvvəl Nizami Gəncəvidən gətirmiş olduğum günəş timsalı simvolu və sizin Hay İbn Yəqsan əsəri ilə dilə gətirmiş olduğunuz günəş metaforu bu anlamda olduqca əhəmiyyətlidir. Günəş bir nuru təmsil edir. O hər şeyin daxilindədir, amma hər şey o deyil. Onun nurunun düşdüyü ölçüdə o varlıq var ola bilir. Önəmli olan insanın o nuru, o günəşə bir baxan tapılmaz əfsus ki, deyir Nizami Gəncəvi, o da öz dövründən hər halda gileylənir. Amma çox maraqlıdır ki, mən hər zaman deyirəm, əgər şairlərimizin və ədiblərimizin şeirlərindəki bu cür üstün ülvi məqamlar bugün muzeylik olmayıbsa, demək ki, biz çox az dəyişmişik ya da dəyişmək istəmirik, israr edirik dəyişməməyə bir insan olaraq. Çünki mədəniyyətin ən təməl sac ayağı mənəviyyatdır mənə görə. Düşüncə ilə var olur bir şey. İbn Sina nə deyir? Düşündüyü halda insanın var olduğunu daha sonra Descartes da götürür ondan, iqtibas edir. Yəni, insanın varlığı düşüncəsi ilə var. Düşüncə sadəcə atomu parçalama anlamında bir məzmunda oxunmaması lazım. Düşünmək çox dərin, şuuri bir məsələdir. Baxın, ağıl və şuurdan gedir söhbət. Biri, hətta İngilizcə ifadələnəcək, biri reason'dır, birisi isə consciousness-dır, yəni şuur. Şuur dərk eləyir, amma eyni zamanda dərk etdiyini hiss edən bir şeydir. Ədalətin dəyərli bir şey, dəyərli bir fəzilət ola bilməsi üçün onu hiss etmək lazımdır. Bu isə daxili aləmə baxışla əlaqədar bir şeydir. Hər kəs öz qaranlığı ilə üzləşməkdən qorxmamalıdır. Kövsər müəllim, komiksin o şeirindən bir misal gətirəcəm. Deyir ki, hər kəsin eyniləşdirildiyi bir dünyada, hər kəsin eyniləşdirilməyə çalışıldığı bir dünyada özün olaraq qala bilmək ən böyük mücadilədir. Amma bu bir başladı mı, heç bir zaman bitməz. Çünki istər Martin Heidegger, istər bizim sufi ənənədə insanın daxili aləminə baxışı və o daxili aləmini təmizləməsi ilə əlaqədar olan bütün təlimlərə baxdığımız zaman insanı birinci növbədə öz qaranlığı ilə qovuşdurmağa çalışır bu təlimlər. Öz qaranlığını görməyən, qaranlıq məqamlarını görməyən, hansı qaranlığına işığı tutması gərəkdiyinin də fərqində olmaz. Yəni, günəşin enerjisini, o nuru hardan qəbul edəcəyini də bilməz. Yolunu itirər. Ona görə də mən hesab edirəm ki, insan ümumiyyətlə bütün bu məsələlərlə bağlı düşüncələrini və bu düşüncələrin gerçəkləşmiş olduğu bu zehin dünyamızı bir xəritəyə bənzətsək, bu xəritənin koordinatlarını, yəni terminlərini doğru anlamamız və anlamlandırmamız lazım. Və bu anlamda vicdan ən əsas açar sözlərdən biridir, ən əsas açar anlayışlardan biridir. Biz həqiqəti sadəcə kognitiv olaraq deyil, informativ bir məlumat olaraq deyil, özümüzə enirmiş kimi. O deyir, Peyğəmbərimizə buyurur Allah Teala ki, Ənkəbut surəsinin 45-ci ayəsində "Utlu estağuzubillah, utlu mə uhiyə ileykə minəl kitab" Muhaqqəmüs-salət, daha sonra deyir ki, "Vəlizikrullahu əkbər" ayətdə qeyd olunur. Yəni, oradakı utlu, çox maraqlıdır, iqra demir, baxın, utlu deyir. Utlu, tilavət etmənin özündə tilavət etdiyin şeyin məzmunu ilə assimilyasiya olmaq var, onunla bir olmaq var. Nəsimidən yenə gətirəcəm bir misal, deyir ki, gərçi şimdi nəsimiyəm, gərçi indi nəsimiyəm, haqqı ilə yeksan olmuşam.
baxın, utlu insanın haqqı ilə yeksan olduğu haldır. Düzdür, bu ontolojik bir reallıq deyil. Bu mənəvi bir reallığın təzahürüdür. Mən sizə çox təşəkkür edirəm gəldiyiniz üçün, vaxt ayırdığınız üçün. Mən də Minnətdaram. təşəkkür edirəm. Sağ olun. Sağ olun. Əziz tamaşaçılar, bununla da verilişimiz başa çatır. Haqqın Dərgahı verilişinin növbəti buraxılışında görüşmək ümidi ilə sağ olun, salamat qalın.